Herkesi salamlayıram. Bugün daha bir maraqlı qonağımız, değerli həkimimizlə bir podkastımız olacaqdı. Bugünkü qonağımız Medera Hospitalın değerli radiologu Şəfiqə doktordur. Xoş gördük Şəfiqə doktor sizi. Xoş gördük. Mənə də xoş oldu sizinlə burada bir yerdə oturmaq, sizi burada görmək. Mən təşəkkür edirəm və ümid edirəm ki, bugün çox maraqlı bir podkastımız olacaqdı. Çünki çox maraqlı suallar ünvanlanıbdır və bu maraqlı sualları da təbii ki, hər kəsə çox maraqlı olacaq ki, bunları cavabını alın. İlk sualımız nədən başlamaq istəyirəm? Bizim dəyərli teleaparıcımız Xoşqədəm xanımın və ona gələn çox sayılı ünvanlanan sualları istəyərdim siz cavablandırasınız. Yenə də sevimli Medera Hospitalında və sevimli doktorum, gözəl doktorumun yanındayım. Onu çox sevirəm. Hər dəfə Uzi, həkim mənə deyəndə Uzi deyirəm ki, yox, mən Şəfiqə xanımdan başqasına gedə bilmərəm. İllərdir yanına gəlirəm və illərdir də Şəfiqə xanım ən dəqiq doğru diaqnozları mənə qoyur və bir Allah da şahiddir ki, bu xanımın mənə qoyduğu vaxtı, mənə verdiyi nəticələrlə gedirəm Türkiyəyə. Aparıram həkimlərimə ki, baxın, görürsünüz, budur nəticə. Yəni, bu qədər işində dəqiq, peşəkar, gözəl xanım bugün öz işinin peşəkarıdır və işinin peşəkarı insanlar daim axtarılır. Daim bu insanların hər kəs yanına gəlmək istəyir, mənim kimi. İndi mənim bəzi izləyicilərim var, gənc, ana olmaq istəyən gənc xanımlardır. Onlar mənə sual ünvanlayıblar ki, siz o sevimli doktorunuzun yanına gedənlər bunu sual verir. Şəfiqə xanım, analar deyir ki, Down sindromlu və ya autizmdən əziyyət çəkən körpələri dünyaya gətirmək istəmirik. İstəmirik ki, onlar problemli körpələr olsun. Bunun üçün nə etmək lazımdır? Bunu necə bilmək olarmı? Hansı ayda bu yoxlamaya gələk? Hansı ayda yoxlamalardan keçir? Ümumiyyətlə, bu yoxlamalar zamanı müəyyən edilməsi mümkündürmü? Buyurun, indi siz cavab verin. Bizim əsrin belə bir problemli durumlarından biridir. Və hər kəs təbii ki, dünyaya sağlam övlad gətirmək istəyir. Ən çox xromosom anomaliləri içində Down sindromu önəmli bir yer tutur, amma bununla bərabər digər xəstəliklər də var. Digər genetik və ya xromosom anomaliyalar da var. Bunlar da problemli uşaqların dünyaya gəlməsi, yəni xəstəlikli uşaqların dünyaya gəlməsinə səbəb olur. Lakin Down'un diaqnostikası belə bir durum var ki, 10 doğulan Down'un 2 növbətində diaqnoz olunur. Səbəb o deyil ki, həkim qeyri-peşəkardır. Xeyr, sadəcə olaraq heç bir əlamət bilinmir. Yəni olmur. Dölün müayinəsi zamanı xromosom həmin o markörlərin heç birini biz görmürük. Tamamilə sağlam, zahirən görüntü olaraq sağlam bir döl, qüsuru olmur. Lakin xromosomal anomaliyası olur. Bunu da bilməyin bir yolu var. Ancaq genetik analiz. Bu səbəbdən biz bütün hamilələrə NIPT önəririk. Yəni anadan qanalara dölün qan hüceyrələri təsdiq olunur, orada genetik müayinə aparılır. Xromosom anomaliləri varsa tətbiq olur və bu NIPT analiz zamanı dəqiqlik 97%-ə bərabərdir. Lakin yenə də bəzi Down'lar var ki, bunlar mozaik formatlanır. Bunlar ana bəhnində və ya hətta amniocenozda belə müəyyən olunmurlar. Bunu dünyanın heç yerində müəyyən etmək mümkün deyil. Autizma gəldikdə isə autizm ana bəhnində olsa ki, diaqnoz olunmur. O heç cür diaqnoz edə bilmirik. Siz özünüz bunu bilirsiniz ki, mümkün deyil ana bəhnində diaqnoz etmək. Sadəcə beyin qüsuru olarsa, bəzən korpuskalozum anomaliləri, hipopaziyası bunun əlamətlərindən biri kimi ola bilər, amma olmaya da bilər. Yenə də yəni autizmin diaqnostikası ana bəhnində mümkün deyil. Sadəcə uşaq böyüdükdə artıq müəyyən nevroloji əlamətlər üzə çıxdıqdan sonra diaqnoz qoya bilir patoloqlar tərəfindən. Aydındır. Bəs
diaqnoz qoymaq məsələsinə, hansı ki Down sindromunda dedik, əsasən hansı aylarında bu analiz götürülməlidir, nə vaxt götürülməlidir? Məsləhətlisi 11-14 həftəlik detallı müayinədən sonra analiz verilsin. Nədən? Çünki bəzən biz 11-14 həftədə elə bir qüsur tapırıq ki, artıq yəni bu həyatla bağlı bir durum olur və ailələrə də belə deyək də əlavə bir yük etməyə, yəni əlavə bir bu maddi cəhətdən də yetərli qədər bahalı müayinədir. Yəni əgər bir qüsur, yəni həyatla bağlı olmayan bir qüsur varsa, gedib lip testini verməsi 9 həftədə doğru çıxmayacaq. Zaten qusurun olması kifayət qədər böyük bir problemdir. Artıq biz orada dağın axtarmamızı bir mənası yoxdur. Məsəl üçün böyle gəlir, 11 həftədə baxırıq ki, hansı beyin sümükləri yoxdur. Ankefaliya deyirik bu duruma. Ankefaliya deyilir bu duruma və bu zaman gedib nefti dağın axtarmamızı bir mənası və çox kobud qüsurlar olur, ürəklə bağlı qüsurlar olur, ətraflarla bağlı qüsurlar olur, onurğa ilə bağlı qüsurlar ola bilər. Bu səbəbdən 12-14 həftəlik detallı müayinədən sonra, ilk bizim detallı skrining müayinəmizdən sonra qərar verilə bilər ki, neft analizinə gedilsin və ya gedilməz. Bəs Şəfiqə doktor, burada bahalılıq dedik, faiz qədər dedik, bahalı analizdir. Hansı civarda tutur o analizin dəyəri adətən? Bu analizin dəyəri bizim baxacağımız genetik müayinənin genişliyindən asılı olaraq bildiyim qədərilə 500 AZN və 2000 AZN arası təşkil edir. Təbii ki, biz hər hansı bir ürəkdə bir qüsur, yəni kobud olmayan bir qüsur gördüksə və ya hər hansı başqa bir damar anomalisi gördüksə, biz daha çox geniş gen analizini, BES analizini tövsiyə edirik. Çünki hamısı Down'la bağlı olmaz, daha başqa bir sindromlarla bağlı ola bilər ki, bunları ancaq biz geniş gen analizi verdikdə bu diaqnozu demək problemi üzə çıxara bilərik. Əgər o genetik analizlərdə normal gələrsə, məsələn bir qüsurlar var, məsəl üçün deyim, right aortika, sağ aorta qövsü, yəni uşaq ondan doğurlar da yaşayarı ki, problem yaratmaz onun üçün. Ancaq bəzi xəstəliklər var ki, genetik xəstəliklər onlarla assosiasiya ola bilər. Bunlardan biri də təbii ki, sindrom olacaq. 21Q11 deletsasıdır. Yəni ki, bəzən geniş gen analizi istəyiriksə, o zaman qiymətli balaca arta bilər. Dəyişir. Bu da hər halda həkim, pasiyent arasında qarşılıqlı razılaşma ilə olur. Çünki risk faktoru varsa həkim onu izah eləyir və daha geniş spektrli analiz istəyir ondan təbii ki. Hər halda gələcəyi daha sağlam qurmaq üçün düşünürəm ki, buna dəyər ilk öncə. Tamam. Bir də ən çox pasiyentləri maraqlandıran bu cinsiyyət analizidir, cinsiyyətin təsbit edilməsidir və cinsiyyətin təsbit edilməsində də bəzən yanlışlıqlara da yol verilir. Burada səbəblər nədir, yanlış niyə göstərir, burada həkimmi faktordur, yoxsa həqiqətən dölünmü, pozisiyasımı faktordur, nədən bu yanlışlıqlar ola bilər? Cinsiyyətin təyini bəzi bizim qarşılıqda çıxan durumlar var ki, 11 həftəlik döllərə cinsiyyət təyin edib sizin oğlunuz və qızınız olacaq deyən həkimlər var. Embriologiyadan bir balaca xəbərsiz olduqda bunu etmək olar. Amma embrioloji olaraq 15-16 həftədə artıq cinsiyyət orqanı tam formalaşır. 11 həftəsində biz saat 11-12 həftəsində, 12 həftədən sonra təbii ki 11 həftədə çox erkəndir. O döllərin bir çıxıntısı olur, ona fallus deyirik. O fallusun bucağına görə biz təqribi cinsiyyət deyə bilərik. Bu cinsiyyətin də ədəbiyyat, yəni 10 hamilənin ikisində yanılma şansı, yəni yanıla bilər istənilən bir həkim. Niyə görə? Çünki o bucaq tutalımda 30-da qız olmalısa, 30-da oğlan da ola bilər. 30 bucağı, dərəcə bucaqda. Tələskənlikdən ola bilər olsun, yəni o ən çox yanılmalar 12-16 həftəlik periodda olur. Yanılma. Bu da normaldır. Patologiya, yəni bu həkimin qeyri-peşəkarlığı deyil.
Lakin bəziləri var 11 həftədə cinsiyyəti həminliklə deyirlər. Təbii ki, bunun embrioloji bunu inkar edir, deyə bilmərik. Lakin bir durumda var, bəzən uşaqlar fenotipik olaraq qız olub, xromosomogenetik olaraq oğlan ola bilər. Bəzən də ikisi ola bilər. Əslində biz nüktə versək və cinsiyyətin sonra müayinəsi zamanı bilsək ki, xromosomumuz XX gəlib və bölün zahiri fenotipik olaraq oğlandırsa, demək ki, burada bir anomaliya var. Burada artıq anomaliya olduğunu görə bilərik və burada da səhv edə bilərlər bu durumda da. Oğlan deyərik, gəlib uşaq doğular, xayası olmaz, uşaqlığı olar, amma xaya hissəsi olar və cinsiyyət orqanı olar. Kişi cinsiyyət orqanı. Belə qarışıq durumlar az olur, amma ola bilir, yəni yenə də bizim köməyimizə genetika gəlir burada. Bizə də maşallah, yəni elə bir kültürə sahib bir ölkəyik ki, cinsiyyət bizim üçün o qədər önəmlidir ki, insanlar gələndə həyəcanla, təşvişlə, xüsusən də cinsiyyətin müəyyən eləmək üçün daha çox, indi sanki bu azalıbdır, amma daha öncələr daha çox oğlum olsun, bilmirəm, daha çox rastlaşırız. İndi məncə azalıbdır. İndi daha çox insanlar artıq o qədər bilmirəm, xəstəliklərlə üzləşirlər, fərqli problemlərlə üzləşirlər ki, daha çox sağlığa həqiqətən son dövrlərdə deyirlər, sağlıqlı bir... Bəli, indi elədir, amma az da rast gəlinmir. Yəni, olub ki, 25 il sonra süni mayalanma ilə baş verən hamiləlik, əkiz qız olub, atasız belə üzümüzə nə diaqnozunu qoydu, sonra bir oğlan olmalıdır, bizi acıqlanıb çıxdığı da olubdu. Təbii ki, sonra peşman oldu, o ilk reaksiyasıydı. Tamam, olsun, olur elə durumlar. İndi əlbəttə zamanla düzələcək. Əsas o da sağlam olsun körpələr. Əsas o da sağlam olsun. Bəli, o qədər həqiqətən biz sağlıq spektrində işləyən bir həkimlər olaraq doğrudan da bir onun fərqindəyik ki, insan günü-gündən daha çox fərqinə varır ki, nə olur olsun, məsələ üçün götürək də ki, 5 qızın olsun, 6 qızın olsun və yaxud dalbada 4-5 oğlun olsun, fərq etməz və yaxud da hər hansı bir, mən özüm məsəl üçün başqa nevroloji sektorda bəzən gəlirlər hər hansı bir həyatlarında bir stres, bir gərginlik fonu. Biz müayinələrdən keçirdirik. Müayinələrdə bir problem çıxmır. Deyək ki, həyecanı olur, təşvişi olur, bir şey olur və pasientlər var ki, müayinə keçir deyə, sırf bu müayinəni keçib deyə, niyə məndə bir problem çıxmadı deyə acıqlanan pasient olur. Ya onu izah eləməyə çalışırsan ki, sən sevin ki, problemin çıxmayıb. Sənin bugün ola bilər bir hansısa müayinəyə müəyyən miqdar bir pul xərcləyibsən. Qoy o pulun çıxsın, amma canından bir şey çıxmasın. Sevin ki, bir problemi yoxdur. Yəni bizdə heç o check-up anlayışı da yoxdur. Yəni xaricdə deyirik ki, 6 aydan bir bunlar check-up keçir, bunları edir. Bizdə sanki bir anlayış yoxdur. Həkim bir müayinəyə göndərirsə, orada illaki bir problem çıxartmalıdır. Ona görə bir şey olmalı. Ona görə heç vaxt onu düşünməyin məncə. Düşünün ki, tək sağlıq olsun, nə olur olsun, cinsiyyətiniz, tamam, belə bir şey planlaşdırırdınız, cinsiyyəti fərqli çıxdı. Amma həmişə olduğunuz durumlar şükür etməyə bacarın. Növbəti sualım yenə də əslində bu suallarda çox önəmli. Hətta qarşıma çıxan belə bir halla da rastlaşmışam. İstəyərdim ki, ona aydınlıq gətirsin. Təsəvvür edin ki, bir pasiyentim olub, hamilə qalıb və evdə qaynanası, baldızı mı, qaynanası mı 5 ay, 6 ay bunu UZİ-yə getməyə qoymayıb ki, ultrasəs müayinə zərərdir, hələ saxla, heç nə eləmə, 5 aydan, 6 aydan sonra gedib yoxlanarsan. Bu haqda nə deyə bilərsiniz? Qarşınıza çıxıbmı belə hallar? Bəli, qarşımda çıxıb, olub 8 aylıq dönəmdə gəlir və çox böyük bir ciddi bir anomaliyalar və problemlər diaqnoz etmişik. Hətta 34 həftəlik ilk müraciət edən pasiyentdə Down şübhələndik və uşaq həqiqətən Down doğuldu. Problemli durumlarımız olur. Amma vaxtında gəlsəydi, 11-12 həftədə biz onu müayinə etsəydik, müəyyən şeylərdən təbii ki, şübhələnə bilərdi və analizlərə göndərsək, analizlərdə müəyyən qədər şübhəlimiz yarana bilərdi. Əsas gəldi ki, söhbət ultrasəs müayinənin və ya Dopplerin dövlə mənfi təsirindən bizdə şüa yoxdur.
Yəni biz müayinə edərkən şüalandırmırıq nə dölü, nə ananı. Bizə sadəcə səs dalğalarıdır. Maksimum istilik verə bilər. Və bizim bir hamiləni erkən dövrdə, təbii artıq hamiləlik perioduna aiddir. Erkən dövrdə 2 saat müddətinə müayinə etməyə ixtiyarımız var. Düzdür, cihazdan da asılıdır. Çünki cihazlar səs dalğası verdiyi qədər istilik də verir. Və bizim klinikada olan cihazlar son ekspert cihazlar olduğu üçün onların istilik vermə dərəcəsi çox aşağıdır. Ona görə döllər o istiliyə də belə məruz qalmırlar. Və protokola əsasən 2 saat biz hamiləni müayinə etsək belə bir problem yaratmayacaq və yaranmayacaq. Bu keçmişdə təzə proses müayinə arqası bir 80-90-cı illərdə səhv etmirəmsə ilk başlanılır bilirsə müayinə. Həmin dövrdə yaranan belə bir fikirdir ki, biz şua veririk xəstələrə. Bizdə redkin deyil, nəkatı deyil. O səbəbdən bizdə şualanma yoxdur. Rahatlıqla müayinəyə gələ bilərlər. Bəs Şəqqə xanım, hansı dövrlərdə məsləhət görürsünüz? Məsələn, hamilə qaldı. Rutin olaraq yoxlanma müddətləri hansı vaxtlardan başlamalıdır, hansı vaxtlarda davam eləməlidir? İlk təbii ki, hamiləlik şübhəsi yarandıqda gəlmək lazımdır. Onu artıq adətən bizə mikroblarımız müayinə edir. Nəyə görə gəlməlidir? Bilinməlidir ki, bölük hissəsi uşağın daxilindədir, embrion inkişaf edir, ürək vurğusu var. Bu təbii ki, düşərsə 5, 6, 7 həftə civarında olan periodda bizə düşərsə detallı müayinəmiz 11-14 həftə ilk skrining müayinəmizdir. Çox vacib müayinələrdən biridir. Bir çox böyük anomaliyalar o həftədə biz diaqnoz edirik. Ondan sonra təbii ki 20-24 həftəlik periodda olacaq dölümüzün ikinci detallı müayinəsi, ikinci trimestr detallı müayinə. Bu da eyni dərəcədə çox əhəmiyyətli müayinələrdən biridir. Ürəyidir, beynidir, dölün gözdür, üz quruluşudur, barmaqlarıdır. Yəni bir insanda görə biləcəyimiz bütün orqanların detallı müayinəsi bu həftədə aparılır. Sonuncu da gəlir, düşür 28-32 həftə arası. Bu təbii ki 28-32 həftə deyilik, amma yəni 10-36 qədər müayinə edə bilərik. Bəzən bu müayinəni çox da önəmsəmirlər ki, 24 həftədə getdim, Doppler oldum, xeyr elə deyil. Beyin müayinə anomaliyaların bir çoxu məhz vaxtında diaqnoz olur. Çünki beyin çox gec inkişaf edən bir orqandır, yəni o axıra kimi inkişaf edir. 32 həftədə görmədiyimiz müəyyən şırımı qalmır və 22 həftədə görmədiyimiz bir şırım gəlib 32 həftədə görəcək. Bəzi beyin qüsurları var, lisencefali deyil, yəni beyin qıçlarının hamar olması. Normalda 20-21 həftədə lisencefal olur uşaqda, yəni beyin qırıqı olmur. Artıq 28, 27, 30, 32-də yavaş qırıqlar tam olaraq formalaşmağa başlayır. Bu həftədə biz o diaqnozları qoya bilirik. Gec beyin anomali diaqnozlarıdır. Böbrəklər həmçinin, ürəyin bir qism anomalilər o həftədə görünür. Yəni bu 3 periodun üçü də çox vacibdir və istənilən bir hamilə bu periodlarda müayinə olunmalıdır. Bir də hamiləliklə bağlı bir sual vermək istəyirəm. Hamiləlikdə transvaginal ultrasəs müayinə etmək olurmu? Bu körpəyə, anaya yoxsa zərərdir deyə. Transvaginal müayinə olur və biz onu edirik. İlk trimestrdə daha aydın görüntü alırıq transvaginal müayinə zamanı. Sondakı trimestrdə təbii ki döl böyüdükcə artıq transvaginal probun görüntüləməsi məhdud olur və yuxarı orqanları görülür. Zaten ananın qarnının üzərindən müayinə, transabdominal müayinə daha effektli olur. Lakin bu yuxarı həftələrdə transvaginal müayinəni biz uşaqlıq boyunun ölçülməsi üçün edirik və çox vacibdir. Və heç bir vəclə biz transvaginal müayinə zamanı uşaqlıq boyunun açılmasına səbəb ola bilmərik və anaya bir ziyan yetirə bilmərik, mümkün yox.
Bəzi insanlarda belə bir fikir yaranır ki, transvaginal müayinə edəcək, uşağın boynu açılacaq. Hətta olub ki, diaqnoz etmiş ki, uşağın boynu açıqdır. Transvaginal müayinə zamanı ailə bizi günahlandırıb ki, siz baxdınız və mənim uşağın boynum açıldı və siz səbəb oldunuz buna. Bunu heç cür izah edə bilmirsən ki, pasiyentdə elə deyil və bundan əlavə uşağın boyunun açılması bəzən çox sürətli gedə bilər. 2 gün ərzində, 1 gün ərzində, 1 saat ərzində baş verə bilər. Önceki müayinələrdə normal ya 5 həftə sonra gəlib açıqlıq görə bilərsiniz və bunu transvaginal prob etmir. Sadəcə olaraq döl böyüdükcə, birləş toxuma zəif olduqda uşaqlıq boynunda cervixdə, daha doğrusu bəzi uşaqlıq cervixdə o zaman cervix açıla bilər. Tamam. O zaman transvaginal müayinədən yəni qorxmasınlar, çəkinməsə. Əgər ehtiyac varsa, ehtiyac olduğu halda təbii ki, ultrases müayinə həkiminin göstərişi ilə, ginekoloqun göstərişi ilə bu müayinə oluna bilər rahatçılıqla. Keçək başqa xəstəliklərə. Bütün xəstəliklər belə bir anlayış var. Bütün xəstəliklər ultrases müayinədə görsənə bilər daxili orqanlara bağlı. Bu nə dərəcədə doğrudur? Daxili orqanlarla bağlı ultrases müayinənin öz məhdudiyyətləri var. Bu az deyil. Ona ilk bizə mane olan qaz kütlələridir, hava kütlələridir və havalı sahədən səs dalğası keçmir. Bu səbəbdən biz havalı orqanları görmürük. Buna aid ağciyər, mədə, eyni zamanda bağırsaqlı. Biz onlar haqqında çox irəliləyən bir periodlarda törəmələr olarsa, yəni orqan artıq mədənin içinə deyil də mədənin xaricinə, bağırsağın xaricinə çıxmış törəmələri görə bilərik. Ağciyərlərdə müayinə edirik də, ancaq ağciyərlərdə olan müayinin səviyyəsini təyin etmək üçün. Və törəmələrə gəldikdə isə bəzi törəmələr ultrases müayinədə görünməyə bilər, bəziləri görünər, amma əmrdə görünməz. Bu durumlarla da az rastlaşmır. Radioloqlar bilir ki, bu normal bir durumdur. Bir də ki, biz orqanın quruluşunu görürük. Biz orqan funksiyası haqqında heç bir fikir söyləyə bilmirik. Funksiyası üçün analizlər vermək lazımdır. Kan analizləri və yaxud da CD analizi vermək lazımdır. Məsələn, məşhur böbrəyin pielonefriti dediyimiz diaqnozun 85% ultrases müayinə diaqnozu olunur. Çünki heç bir görüntüdə dəyişiklik olmur. Ancaq irəliləyən dövrlərdə daha kəskin, daha irinli proses baş verir. O zaman biz pielonefritin olduğuna fikir söyləyib, yenə də pasiyenta CD analizinə göndərməliyik. Təbii ki, əfsuslar olsun, ultrases müayinədə hər şeyi diaqnoz edə bilmirik, bütün xəstəlikləri və ancaq bir çox xəstəlikləri diaqnoz etmək mümkün. Bəli. Yəni gözləntiləriniz doğru qarşılansın deyə ilk növbədə bizə nə çox rastlaşılır, pasiyentlər həkimlə məsləhətləşmədən özləri üzərinə müayinə tərtib eləyir. Gedək UZI-yə, gedək MRT-yə, gedək CAT-yə, gedək rengenə düşək. Hansı ki, məndə də olur. Gəlir pasiyent qarşıma, deyirəm bu müayinəni niyə keçibsən, kim göndərişib? Heç kim, özüm buram ağrıyırdı, getdim bunu keçdim, buram ağrıyırdı, bunu keçdim. Bəs səni bir həkim müayinə edibmi? Nədən şübhələnib keçib? Yox. Mən birinci dedim bu müayinəni keçin, gedim həkimin yanına. Amma təbii ki, belə hallarda ilk öncə düşünürəm ki, bir həkim göstərişi olmalıdır ki, həkim nədən şübhələndiyini bilməlidir və ona uyğun olaraq da sənə UZI, ultrases müayinə lazımdır. Yoxsa sənə bir KT lazımdır, MRT lazımdır və yaxud hansısa bir ilk öncə analizimizi vermək lazımdır. Onu həkim təyin eləsin, ondan sonra siz doğru istiqamətlənmiş müayinəyə getsin, düşünürəm ki, daha yaxşı olar bu barədə. Bəs ultrases müayinə üçün bizim hər hansı müayinəyə gəlmədən öncə tövsiyələriniz varmı ki, ultrases müayinəyə gələn zaman bu şəkildə gəlin, ac qarnına, tox qarnına, sidik hissəsi dolu, boş, nə zaman bunları, hansı məsləhətləri verə bilirsiniz? Transabdominal müayinə, yəni qarın boşluğunun ultrases müayinəsinə gəldikləri zaman təbii ki, ac olmalıdırlar. Ümumiyyətlə, transabdominal müayinənin protokolunda belədir. Pasiyent axşamdan yemək yeməməlidir. Əgər ümumiyyətlə hiss edirsə, meteorizm, yəni bağırsaqlarda qaz çoxdursa, bəzən də müəyyən dərman preparatları təyin edirik. Ondan sonra gəlməlidir müayinəyə.
Ac oldu deyərkən bəzi pasientlərə soruşursan ki, yemək yemisi, deyir, yeməmişim, bir dənə pirajki yemişəm və yaxud bir dənə tort yemişim. Bunlar hamısı qidadır. Yəni ağızda heç bir qida alınmamalıdır. Nə saqqız, nə su içilməməlidir, nə sakız çiynəməlidir, siqaret çəkilməməlidir. Heç biri. Bəzi müayinələrdə sidik isə dolu olur, bəzi müayinələrdə boşaldır. Onu artıq biz belə deyək də müayinə zamanı lazım gəlsə pasientlərə su içirdirik, lazım gəlsə əksinə sidik hissəsini boşaltırıq, müayinə edirik. Əsas oda ac gəlsinlər. Təbii ki, bu abdominal müayinəyə aiddir. Qalan tiroiddir, orada bizim yeməyindən bizə bir aidiyyəti yoxdur, qida qəbulunun bizə bir müayinəsi yoxdur. Limfa düyünləri və yaxud Doppler müayinəsində, yəni yuxarı aşağı ətraflarının Dopplerində bunların artıq belə xüsusi bir bizim pasientlərdən bir istəyimiz olmur. O zaman Şəfiqə xanım, ən sonuncu sualımı vermək istəyirəm. Ultrases müayinə üçün bir vaxt var. Məsələn, biz laborator müayinəyə gedəndə həmişə deyirik, ac qarına gəl, səhər gəl, belə elə. Burada bir vaxtımız varmı? Səhər, axşam və yaxud hansı pasientlərdə sizə tövsiyə edəcəyiniz? Məsələn, hamilələrə bir qədər toxunduq, onların vaxtlarını dedik, ilk həftələri dedik, 6-7 həftədə, 11 həftədə trimestrlər dedik. Amma ümumi məsələ üçün hər hansı bir problemi aşkar eləmək üçün bizim bir spesifik vaxtımız varmı? Bu vaxtlarda pasientlər gəlsinlər, keçsinlər və yaxud check-up müayinəsi üçün gəlsinlər, keçsinlər. Məsələn, süd vəzi müayinəsi deyə bilərik. Onlarda xüsusən qadınlarda bilirsiniz ki, bu dəqiqə səhv etmirəmsə, hər 8 qadından birində süd vəzi xərçəngi son vaxtlar aşkarlanır. Bu kifayət qədər rəqəmdir. O barədə bir deyəcəyiniz bir şey varsa onu da əlavə eləyək. Çünki insanlar nəinki düşünürəm ki, problemi olduğunda, eyni zamanda problem olmadan ultrases müayinəsinə gəlməlidirlər ki, bəzi şeyləri, bəzi problemləri, bəzi xəstəlikləri öncədən aşkarlasınlar. Ən çox da hər kəsin qorxduğu xərçəng problemidir təbii ki. Bunları öncədən aşkarlasınlar və bunun üçün istəyərdim ki, xüsusən akord eləyəsiniz ki, hansı vaxtlarda onlar müayinə olunmaları, hansı həyatının dönəmlərində müayinə olunmaları məsləhətdir. Pasientlərin transabdominal, yəni qarın boşluğu ultrases müayinəsinə gəlməsi üçün ən azı ildə bir dəfə heç olmasa check-up müayinədən keçməlidirlər və ac qarına gəlməlidir. Səhər, axşam bir işdə olmadığımıza görə təbii ki, pasientlər səhər gəlir. Ac qarına gəlirlər də daha tez, yəni saatlarda gəlir və bu ən doğrusu da abdominal müayinələr ac qarına olunmalıdır, səhər tezdən olunur əlbəttə. Süd vəzi müayinəsi isə xanımların siklinin 10-cu gününə qədər aparırıq adətən. Siklin ikinci fazasında süd vəzi toxuması daha ödəmli olduğu üçün məsləhət verilir ki, siklin 10-cu gününə kimi müayinə olunsa və ildə bir dəfə istənilən bir xanım ultrases müayinədən keçməlidir. Qalan orqanlara gəldikdə isə tiroiddə bu da ildə bir dəfə biz kontrol müayinə edə bilərik onları. Burada xüsusi bir tələb yoxdansı saatda istənilir, istəyirlərsə gələ bilərlər. Ginekoloji müayinələr də adətən adət dönəminin bitdikdən sonra kontrol aparırıqsa, sadəcə kontrol check-up müayinəsi adət dönəmi bitdikdən sonra, həmən sonra müayinə aparılmalıdır. Başqa bir, belə deyək də, Doppler müayinəsini ümumiyyətlə check-up etmirlər. Sadəcə o xəstələrə olunur ki, onların problemləri olur, ya plaklar olur damar divarında, ya tromblar olur, posttrombofilipitik sindromları olur və ya varikozları olur. Onları zaten artıq onu müalicə edən cərrah və həkim onlara vaxt təyin edir. Əsas abdominal müayinəyə ac gəlsinlər. Əsas olan odur. Çox təşəkkür edirəm Şəfiqə doktor. Həqiqətən də çox maraqlı, maarifləndirici bir cavablar oldu. Mən də həqiqətən maarifləndim. Bir çox şeylər var idi ki, mən də özümə bir pay götürdüm burada və əminəm ki, bizi izləyənlər də hər kəsi özünə bir maarifləndirici məlumat buradan aldı. Suallarınız çox maraqlıydı və izləyicilərimiz hər hansı bir sualı varsa podkastın altında qeyd edə bilərlər. Cavablandıracaq mütləq. Təşəkkür edirəm. Və sizə söz verdiyim kimi daha öncəki podkastların altında da nə sualınız olarsa biz
bu YouTube kanalımızda cavablandırmağa hazırıq. Keçən səfərki podkastımdan bir sual nəzərim cəlb elədi. Deyir, doktor, salam, hər şeydən iyrənməkdir, siz əllərini yumaq, öz-özünə danışmaq, öz baxımını itirmək, bu nəyin əlaməti ola bilər? Təbii ki, bu özü bir pozuntudur və bu pozuntuya biz obsessiv kompulsiv pozuntu adı veririk. Burada nə olur? Tez-tez əlini yumaq, tez-tez hər şeydən iyrənmək ola bilər. Bir sözü təkrar və yaxud da ki, bəzən bir duanı təkrar oxumaq belə bu bir obsessiv kompulsiv pozuntu, yəni nevrotik pozuntunun əlaməti ola bilər. Əgər təbii ki, belə bir şeylər özünüzdə son dönəmlər aşkar eləyirsinizsə, demək ki, sizdə də bu pozuntudan əziyyət çəkmiş ola bilərsiniz və mütəxəssisə müraciət edə bilərsiniz. Təbii ki, eyni zamanda bizə yaxınlaşa bilərsiniz. Burada bu problemin daha da artmasının qarşısı almaq üçün ilk öncə onun üzərinə vaxtında düşməyiniz məsələdir. Daha bir podkastımızın sonuna gəldik və ümid edirəm ki, hər biriniz üçün faydalı ola bildik. Bundan sonraki buraxılışlarda da hansı suallar sizi daha çox maraqlandırırsa, kanalımızda bunu qeyd edə bilərsiniz, yaza bilərsiniz, soruşa bilərsiniz və yaxud hansı mütəxəssisi daha çox görmək istəyirsinizsə, biz həmin mütəxəssislə birlikdə sizi maraqlandıran sualları çəkib sizin üçün faydalı məlumatlar verməyə yenə hazırıq.